İslamda nədir? Məsələn, deyir ki, cümə namazı ilə bağlı bizə işlədilən bir məsələ var. Cümə günü namaza çağrıldığımız zaman gedirik, toplanırıq. Orada namaz da deyil ha. Müəyyən həftəlik prosesləri müzakirə edirik. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslüman bacı ve kardeşlerimiz, yine Eşad Miri'nin xətalarından, yanlışlarından bir xətası yanlışı ilə sizin qarşınızdayıq. Allah Teala Cümə surəsində 9-cu ayədə bizi, müsəlmanları, möminləri cüməyə dəvət edir. Allah Teala buyurur ki, Ya eyyuhəllədiyənə əmənu, İdə nudiyə lissalati min yevmil cüm'ati fəsəv ilə zikrillah və zərul bəy' zəlikum xayrul ləkum in kuntum ta'lamun. Allah Teala deyir ki, ey iman gətirənlər, cümə günü namaza çağrıldığınız zaman fəsəv, tələsin ilə zikrillah, Allahın zikrinə. Eşad Miri deyir ki, cümə namazı deyəndə birinci orada namazdan söhbət getmir. Adam Allahın ayəsində namaz sözünü inkar eləyir və həmişəki kimi öz ağlına uyğun yozur. Sonra deyir ki, cümə əslində ora namaz üçün gedilmir, ora gedirsən həftəlik məsələləri müzakirə etməyə. Təsəvvür edir, dəyərli müsəlman bacı və qardaşlarımız. Adam deyir ki, cüməyə gedirsən həftəlik baş vermiş prosesləri müzakirə etməkdən ötürü. Biz deyirik ki, bu ayənin harasında həftəlik məsələləri, prosesləri müzakirə etməkdən ötürü cümə namazına gedməlisən mənası var. Hardadır bu məna bu ayədə? Kim bilirsə, inşallah rəy bölmələrində yazar, biz də baxarıq. Allah Teala deyir ki, fəsəv, cümə günü namaza çağrıldığımız zaman fəsəv ilə zikrilləhi, Allahın zikrinə tələsin. Əgər həftəlik proseslər müzakirə olunacaqdırsa, niyə görə orada Allah Teala Allahın zikrinə tələsin deyir? Bu, ayənin bu hissəsi onu göstərir ki, prosesləri müzakirə etmək üçün yox, Allahı zikr etmək üçün gedirik cüməyə. Həmçinin ayənin davamında Allah Teala buyurur ki, وَزَرُ الْبَيْعِ Bey, yəni Allah Teala ki, tərk eləyin, buraxın, əl-bey. Bey nədir? Alış-veriş, ticarət. Allah Teala deyir ki, ticarəti, alış-verişi tərk eləyin. Haçan deyir? Zikrindən sonra. Allah'a zikrə tələsin deyəndən sonra deyir ki, ticarəti tərk eləyin, gəlin. Çünki Allahın zikrindən yayındıran əsas məsələlərdən biri dünya və onun içindəkilərdir və xüsusilə ticarətdir. Çünki o vaxtı əsas işləri sahabələrin və möminlərin ticarət edir. Ona görə Allah Teala deyir ki, ticarəti tərk edin, gəlin namaza. Deməli, dəyərli müsəlman bacı və qardaşlarım, Allah Teala başqa bir ayədə isə Nur surəsi 24-cü surənin, yəni Nur surəsinin 32